Əkrəm Əylisli bir misranın yuxusu, yaxud yaz şeirindən reportaj. Yazıq Qəmər xalam. Rəfinin buzbulaqdan haçan didərgin düşdüyünü və niyə didərgin düşdüyünü bilən az idi. Amma buzbulaqda uşaqlı böyüklü hamı bilirdi ki, Qəmər xalanın Rəfi adlı bir oğlu var. Sonra dava başlandı və hamı bildi ki, Qəmər xalanın Rəfi adlı oğlu da davaya gedib. Sonra dava qurtardı, hamı bildi ki, Qəmər xalanın Rəfi adlı oğlu o davada ya ölüb, ya da etkin düşüb. Amma Qəmər xalanın Rəfi adlı oğlu sən demə nə ölmüşdü, nə etkin düşmüşdü. Qəmər xalanın oğlu haradası əsir düşmüşdü. Sonra eşitdi ki, Qəmər xalanın oğlu əsirlikdən də qurtarıb, gəlib Bakıya özü də deyirdilər, yaxşı qayıdıb, sağ-salamat, ətli canlı, əynində də təptəzə şivyot kostyumu. O şivyot kostyumun xəbərini buzbulağa gətirən adamın adı da Qəmər idi. Bu Qəmərin işi gücü Bakıdan iynə, üskük, nəlbəki, dəm çaydanı, arvad tursiki və s. belə qiymətli şeylər alıb gətirib buzbulaqda satmaq idi. Naxt da satırdı, nisyə də verirdi, üstəlik meyvə qurusundan tutmuş motal pendirinəcən dişə dəyər, nə versələr götürürdü. Bu Qəmərin tez-tez Bakıya getməyinin sayəsində o vaxtlar buzbulaq məktəbinin lap aşağı siniflərində də hər qızın barmağında bir yalançı üzük parıldayırdı və məktəbin direktoru Zinyat Şəkərək qızının coğrafiya dərslərində o üzüklərin hesabına biz oğlanlar vaxtaşırı kef eləyirdik. Çünki o yalançı üzüklərdən bircəciyicə bir qızın barmağında görəndə Zinyat Şəkərək qızı mütləq sinifdəki qızların hamısının əllərinə baxırdı. Hətta bəzən yazı lövhəsinin qabağında qızların ciblərini də axtarırdı. Bunun dalınca yüngül tənbih gəlirdi, yəni Zinyat Şəkərək qızı öz qalın xətkeşi ilə qızların əllərini o qədər döyəsləyirdi ki, bundan sonra o qızlar 10-15 gün nə çeşmədə qab yeyə bilirdilər, nə evdə saçlarını daraya bilirdilər. Zinyat Şəkərək qızının ağır tənbihi lap uzun iş idi. Bura xətkeşdən əlavə bir ayrı cəza da daxil idi. Oğlanların qabağında qızları hönkür-hönkür ağlatmaq. Məsələn, baxın uşaqlar, başında bit var bunun. Ay qız, sən heç utanmırsan? Başında bit ola barmağına üzük taxırsan? İndi gəl ağlama görüm necə ağlamırsan. Cəza qurtarandan sonra Zinyat Şəkərək qızı həmin o yalançı üzüklərin arxasında gizlənən dəhşətlərdən, keçmişdən və gələcəkdən xeyli vaxt sakitcə söhbət eləyirdi. Nə köhnə dərsi soruşurdu, nə təzə dərs tapşırırdı. Beləliklə də bizim həm bugünkü dərsdən canımız qurtarırdı, həm də təzə dərs öyrənmək sərf edəcəyimiz vaxt özümüzə qalırdı. Və nəhayət bir vaxt buzbulaq məktəbində sözlərin ən məşhur olan meşşan sözü də şübhəsiz ki, Qəmər arvadın Bakıya tez-tez getməyinin sayəsində meydana çıxmışdı. İlk dəfə Zinyat Şəkərək qızının bizim məktəbin həyətində həmin o yalançı üzüklərə həsr olunmuş böyük iclasda dediyi o söz bir müddət bütün müəllimlərin dilinin əzbəri olmuşdu. Və bəzi qadın müəllimlər o sözü təkcə dərs vaxtı deyil, hətta çeşmədə qab yuyanda və təndirdə çörək bişirəndə də deyirdilər. Çünki insanın savadlığına dəlalət eləyən bu cür sözlərin sayı buzbulaqda o qədər də çox deyildi və üstəlik insanın savadlığına dəlalət eləyən hər təzə söz də bu qədər asanlıqla dilə yatmırdı. Amma söhbət bunda deyil. Söhbət burasındadır ki, Qəmər arvadın Rəfi adlı oğlunun Bakıdan heç vaxt gəlməyəcəyi xəbərin də bir gün buzbulağa həmin o iynə, üskük, nəlbəki, dəm çaydanı, arvad tursiki və yalançı üzük satan Qəmər gətirdi. Və bu gözlənilməz xəbəri kənddə uzun müddət hərə öz bildiyi sayaq yozdu. Kimi dedi, bizim yer sərhəd yeridir. Rəfi də əskərlikdə etibarsızlıq eləyib. Buna görə onun buzbulağa gəlməyinə icazə vermirlər. İcazə versəydilər gələrdi. Kimi dedi, sərhəd zat bəhanədir, istəsə gələr. Yəqin ona görə gəlmir ki, yenə böyük iddiası var. İndi də Bakıda bir ayrı professorla kəllə-kəlləyə gəlməyə hazırlaşır. Dedilər, Rəfin anası da kitabdır, arvadı da. Və bunu o biri Qəmər az sonra Bakıdan gətirdiyi təzə xəbərlə təsdiqlədi. Güya Rəfi öz dili ilə ona deyib ki, mənimki buzbulaqla çoxdan qurtarıb. Deyib ki, anama deyin, elə bilsin mən adlı oğlu zadı yoxdur. Elə hesab eləsin ki, mən o davadan da heç gəlməmişim, ölüb qalmışam oralarda. Amma belə şey heç mümkün idimi ki, əynində təptəzə şivyot kostyumu olan sağ-salamat bir adamı göz görə ölmüş hesab eləyəsən.
Və günlərin bir günü Qəmər arvad o biri Qəmərə qoşulub Bakıya getdi. Hamı belə hesab eləyirdi ki, oradan Qəmər arvad ya Rəfi ilə bir yerdə gələcək, ya da əgər Rəfsiz gəlsə, çox pis gələcək. Gərək bundan sonra bir müddət Qəmər arvadın gözünə görünməyəsən. Qəmər arvad Bakıdan Rəfsiz gəldi, amma qətiyyən pis gəlmədi. Əksinə mən deyərdim ki, hələ getdiyindən də qat-qat yaxşı gəldi. Qıvraq, sevincək, həmişəki kimi zarafatçıl, üstəlik əynində də çadrasının altında bir təzə şivyot pencək, kişi pencəyi və Bakıdan gələn kimi Qəmər arvad kənddə birinci bunu elan elədi ki, bəs bütün yer üzündə Sovet hökumətinə bərabər qeyri bir hökumət zad yoxdur. Əgər əvvəllər o buna bir inanırdısa, indi gedib Bakını və Rəfini görəndən sonra hesab eləyin ki, 1000 inanır. Dedi ki, dünyada o cür yerlər ola-ola ağıllı adam bu buzbulaqda gəlib heç yaşamaz da. Nə var burada dərədən, təpədən savayı? Bura dedi, yaşamalı yer olsaydı 124 min peyğəmbərin heç olmasa tək birinin qəbri burada olardı. Və Rəfi də lap yaxşı eləyir ki, gəlmir bura. Gəlib burada neyniyəcək? Bir para görməmişlər kimi bu kalxozu çalıb çapmayacaq ki. Qəmər arvad dedi ki, bu kəndi acqurt kimi söküb dağıdanlar var. Amma mən dedi, oğul böyütmüşəm, qurt böyütməmişəm və heç istəmirəm də ki, mənim oğlum gəlib burada bu cür qurtların üzünü görsün. Bəli, Qəmər arvad o vaxt Bakıdan belə gəldi, amma o vaxt Qəmər arvad Bakıya gedəndə sən demə Rəfi Bakıda heç yerli dibli yoxmuş. Hardaymış Allah bilir, amma Bakıda yoxmuş və Qəmər arvadın əynindəki o şivyot kişi pencəyi kiminmiş, bunu da bircə Allah bilir. Sonra gah dedilər ki, Rəfi Moskvadadır, gah dedilər onu Yerevanda görən olub. Və Buzbulaq yekdilliklə bu qərara gəldi ki, yenə Rəfi Bakının professorları ilə yola getməyib və Buzbulaq Rəfinin barəsində uzun müddət elə bu fikirdə də qaldı. Çünki Buzbulaq üçün belə sərfəli idi. Çünki Buzbulağın uca dağları da vardı, alçaq təpələri də vardı və madam ki bunlar vardı, deməli Buzbulağın Bakının professorları ilə kəllə-kəlləyə gələsi bir adamı da mütləq olmalıydı. Bu mənada Rəfininki şübhəsiz ki, yaxşı gətirmişdi. Lap elə Qəmər arvadın öz bəxtidə. Çünki Rəfinin böyük professorlarla kəllə-kəlləyə gəldiyini görməzə bilməzə qəbul eləyən Buzbulaqlılar Qəmər arvadın Buzbulaqda məhz belə bir oğul anası kimi gəzib dolanmağına niyə də mane olmalıydilər? Və uca dağları da, alçaq təpələri də olan Buzbulaqda qocalıb əldən ayaqdan düşənəcən Qəmər arvad məhz beləcə də yaşadı. Ayağına yamaqlı qaloş geymədi, çadrasına ütü çəkməmiş toyası getmədi. Taxılı biçilib daşınmış kalxoz zəmlərindən arvadlar torba-torba sünbül gətirəndə Qəmər arvad onların arasında heç vaxt görünmədi və dükanın qabağında çit üstündə, manpas üstündə, çığırtıdan qulaq batanda orada Qəmər arvadın səsini heç kəs eşitmədi. Kim bilir, ölüm vaxtında gəlsəydi və o Rəfi neçə illərdən sonra Bakıda təzədən peyda olmasaydı, bəlkə Qəmər arvad bu dünyadan beləcə də köçüb gedəcəkdi. Amma ölüm vaxtında gəlmədi. Üstəlik qocalıb əldən ayaqdan düşmüş Qəmər arvad yorğan döşəyin içində zarıya-zarıya evinə gedib gələnlərə Rəfidən hələ təzə-təzə gileylənməyə başlayanda Bakıdan belə bir xəbər gəldi ki, bəs Qəmər xalan Rəfi adlı oğlu orada heç bir böyük iş zad da görüb eləmir, adicə kitabxanaçı işləyir. Bu xəbər Qəmər xalanın öz qulağına da çatdı ya çatmadı bilmirəm. Ancaq o vaxt Bakıya gedəndə Rəfinin Bakıda olmadığını Qəmər xala məhz bu xəbər çıxandan sonra boynuna aldı. Günlərin bir günü Qəmər arvadı aparıb bastırdılar. Qəmər xalanın sandığından xeyli pul tapıldı və o pulu dönə-dönə sayıb ağsaqqalların, ağbirçəklərin uzun-uzadı məşvərətindən sonra aparıb Bakıda Rəfiyə çatdırmağı qərara aldılar. Bundan ötürü həmin o iynə üskük satan Qəmərdən əlavə kəndin cavanlarından da 2 nəfərini seçdilər. Qəmər xalanın pulunu onların iştirakı ilə bir də saydılar. O puldan Qəbir Qazanın, Mürdəşirin və Bakıya yollanası o 3 nəfərin o baş bu başa yol xərcini hesablayıb götürdülər. Qalanını Rəfiyə göndərdilər. Qəmər xalanın pulu olmalı idi. Çünki Buzbulağın ərlik qızlarına nişan aparan da o idi və sonra bir gün o qızların doğmaq sancısı tutanda qollarını dirsəyəcən çırmalayıb çayından, kefindən də qalmadan uşağı dünyaya gətirməyə hazır dayanan da Qəmər xala idi. Həm də Qəmər xala təndirdə çörək yapmağın da yaxşı ustası idi və üstəlik deyilənə görə haçansa dünyanın düz vaxtları Qəmər xalanın hələ bundan da savayı sənəti varmış.
Bir vaxt o evlərdə uşaqlara nağıl deyib vaxt hesabı zəhmət haqqı alarmış. Əlbəttə hər evdə yox, çünki Allahın nağıl deyəninə də zəhmət haqqı vermək hər adamın işi deyildi və lap zəhmət haqqı bir yana dursun. Bol odunu, isti sobası olmayan və o sobanın üstündə xörək qazanı qaynamayanın nağıl nəyinə gərək idi? Və heç dünyanın o düz vaxtlarında da yəqin ki, Buzbulaqda hər adamın isti sobasının üstündə xörək qazanı qaynamamışdı. Amma bütün bunlar öz yerində, əgər nağıl danışmaq Qəmər xalanın peşəsi idisə, deməli Qəmər xalaya gərək təzə nağıllar öyrənəydi. Ya bildiyi köhnə nağılları dəyişib təzələyəydi, ya da gərək özündən təzə nağıllar quraşdıraydı. Və Qəmər xala özündən saysız hesabsız, şeirli şeirsiz təzə nağıllar quraşdırmışdı. O nağılların çoxsu namusdan, etibardan, ər yolunda, namus yolunda boynunun vurulmağına razı olan gözəl qızlardan, gəlinlərdən, qoca ata-ananın hörmətini dünyada hər şeydən üstün tutan ağıllı, qeyrətli övladlardan idi. Çünki isti sobalarının üstündə həmişə xörək qazanı qaynayan o evlərdə Qəmər xala öz nağıllarını əsasən hələ ərlik vaxtı çatmamış qızlara danışırdı. Və o qızların ata-anaları Qəmər xalaya əbəs yeri əmək haqqı vermirdilər. Buzbulaqlıların bir vaxt 3 adamlıq nümayəndə heyəti ilə Bakıya göndərdiyi pulun içində Qəmər xalanın nağıl haqqından bəlkə vardı, bəlkə yoxdu, amma deyilinə görə o pul xeyli pul idi. Və Rəfi o xeyli pulun bir qəpiyini də götürməmişdi. Və nə yaxşı ki götürməmişdi, yoxsa uca dağları və alçaq təpələri olan Buzbulaq Rəfinin adını insanlıq cərgəsinə bir dəfəlik silərdi. Və indi o vaxtdan 20-25 il keçsə də burada bu yas yerində bu qədər Buzbulaqlının içində Rəfi heç bir vəcc ilə gəlib otura bilməzdi. Yas yerinin bir küncündə Rəfi yazıq qısılıb oturmuşdu. Nə çay içirdi, nə papiros çəkirdi, nə də bir kəsin üzünə baxırdı. Rəfinin sir-sifəti elə bil əprimişdi, bürüşmüşdü, bozumtul şlyapasının altında alnı görsənmirdi. Təkcə gözləri görsənirdi, gözləri hərəkətsizcə, dümdüz qabağa zillənmişdi və əgər o gözlərdə zərrəcən işıq vardısa, deməli o işığın yönü geriyə olmalı idi. Rəfinin öz içinə sarı tuşlanmalı idi, çünki onun qabağa zillənən gözlərində işıqdan, işartıdan əsər əlamət də yox idi. Rəfinin bir tərəfində rəhmətlik Sadıq kişinin oğlu Nəriman əyləşmişdi. Nə Nəriman bu yas yerinə yaraşırdı, nə bu yas yeri Nərimana yaraşırdı. O ömründə Buzbulaq üzü görməyən orta yaşlı bir adam idi və burası nə qədər qəribə olsa da, onun ömründə Buzbulaq üzü görməmək elə bil baxışındanca açıq-aşkar bilinirdi. Burada oturanların bir qismini Nəriman deyəsən birinci dəfə görürdü və bir qismini isə güman ki, ilk dəfə atasının yas məclislərində görmüşdü. Və gözlərini dolandırıb o başdan bu başacan yasda oturanların hamısını baxışından diqqətlə keçirə-keçirə elə bil buradakı adamlardan hansının o yasda da olduğunu və hansının olmadığını özü üçün dəqiq müəyyən eləmək istəyirdi. Burasını dəqiq məlum eləmək o qədər də asan deyildi, amma yasda oturanların böyük əksəriyyətinin Buzbulaqlı olmağına heç bir şək şübhə yox idi və sən demə bu Bakı kimi yerdə bir prezent çadırın altına yığışanda Buzbulaqlılar elə sir-sifətdən də bir-birlərinə yaman oxşayırmışlar. Savadlı, savadsız, bəlkə 50-dən də çox adam olardı. Bildir, İnişil İnstitut qurtarıb Bakıda hələ təzə-təzə özlərinə yer eləyənlər, Sumqayıtda fəhlə işləyənlər, Bakının bazarlarında il uzunu meyvə qurusu satanlar, yasda oturanların 3 nəfəri isə Buzbulaqdan yəqin ki, elə bu gün gəlmişdi. Və sanki buranın yas yeri olduğunu vaxtaşırı yada salmaqdan ötürü onlar öz aralarında qabaqcadan şərtləşmiş kimi növbə ilə, fasilə ilə orada-burada ağlayıb əllərini dalı ilə gözlərinin yaşını silirdilər. Onların yuxusuz olmaqları gözlərindən bilinirdi. Oturmaqlarından, baxmaqlarından bilinirdi ki, Buzbulaq elə həmişəki Buzbulaqdır və üzlərinin qızartısı ilə əllərinin çatından fərz eləmək olardı ki, Buzbulağa qar yağıb şaxta düşüb. Sənin anan Qəmər xala da qışda öldü Rəfi, gecə qar yağmışdı. Qəribə, yumşaq qar idi. Qışın gərək ki, birinci qar idi. Qar yağmışdı Rəfi, amma şaxta yox idi, don yox idi. Əksinə o qar yeri biraz da yumşaltmışdı və qəbir qazanlar da deməli qəbir yiyəsini söyməmişdilər. O qar isti idi, pambıq kimi yüngül idi. Buzbulaq məscidinin taxtçasında həmişə ağzı aşağı dayanan tabutun üstündə də qar vardı. Rəfi və o gün
Əvvəl Qəmər xalanın ölməyindən xəbər tutub, sonra məscidin taxtçasında o tabutun yerini boş görənlər yəqin ki, səni də xatırlamışdılar. Sənin götürmədiyin o pulun 1500 manatına Qəmər xala üçün bir yaxşı başdaşı yazdırdılar. Sonra bir yaxşı mal alıb kəsdilər, təndirdə təzə çörək yapdılar. Çayxananın böyük samavarlarını gətirib sizin evin eyvanında qaynatdılar. Qəmər xalaya ehsan verildi və ehsanda səni də xatırladılar, Rəfi. Dedilər ki, o Rəfiyə də Allah səbir versin, mərhəmət versin. Dedilər ki, Allah onun çətin işini asan eləsin. Dedilər ki, Allahın dərgahına üz tutun. Ey cəmaat, Allah adildir, rəhimdildir. Keçər Rəfinin günahından. Sən bizim o bədbəxt Rəfini cəhənnəm əzabından hifz elə, ya pərverdigar dedilər. Bar o dünyada qoy ana övladdan övlad anadan ayrı düşməsin. Qoy qadir Allah ana ürəyini mərhəmətini heç nankör övladlara da əsirgəməsin dedilər. Və hamı bir ağızdan amin ilahi dedi. Qəmər xalanın ehsanında buzbulaqlılar Rəfini Allaha tapşırdılar, amma Allaha tapşırılmaq hələ bağışlanmaq demək deyildi. Yəni bu qəliz əhvalatı Allah öz bildiyi kimi həll eləsə yaxşı idi. Tək bir vaxt yerdən göyə qalxan o ana fəryadının qəzavi qədəri buzbulağın başından uzaq olaydı. Amma burası da var ki, ağlı başı yerində olan sağ-salamat bir adamı Allaha tapşırmaq, o adama təkcə rəhm eləmək deyildi, həm də onu dolayısıyla bəlkə qarğımaq deməkdir. Çünki Allahın mərhəməti şikəstlərin bir də pis gündə, darayaqda çarəsiz, günahsız əzab çəkənlərin payına düşürdü. Rəfi isə Bakıda sağ-salamat idi və üstəlik kefi istəyəndə hələ Bakının professorları ilə kəllə-kəlləyə də gələ bilirdi. Və kim bilir, bəlkə Rəfi Bakının professorları ilə bir vaxt oradan da kəllə-kəlləyə gəlmişdi və o gün Rəfini Allaha tapşıranda bəlkə buzbulaqlılar işin bu tərəfini də nəzərə almışdılar. O vaxt Rəfi xəstə olmasa da bəlkə pis gündə idi, darayaqdaydı. Bəlkə Rəfinin heç bir günahı yox idi, günah faşistlərdə idi. O faşistlər ki, onun buzbulağa gəlmək kimi olduqca sadə bir işini bu cür dolaşığa çətinə salmışdılar və belə şeyi açıb ağartmağa bəlkə Rəfi utanmışdı. Yaxud bunu kiməsə söyləməkdən bəlkə də sadəcə ehtiyat eləmişdi. Bəlkə günah heç o faşistlərdə də deyildi. Rəfinin buzbulağa gəlməməyinin baiskarı bəlkə elə doğrudan da Bakının professorları idi. Yaxud Rəfini professorlarla kəllə-kəlləyə gətirən bəlkə o buzbulağın özününcə elə böyük bir dərdi idi ki, lap doğma ananın ölümü də o dərdin qabağında adi bir şey idi. Hər halda bu işin bir ciddi səbəbi olmalı idi. Axı Rəfinin Qəmər arvadla incikliyi olmamışdı. Buzbulaqla küsüllüyü olmamışdı. Əgər belə şey olmuş olsaydı, bunu buzbulaqda mütləq bilərdilər. Bir sözlə bu əhvalat qəliz əhvalat idi. İnsan ağılına o qədər də sığan şey deyildi və insan ağılına o qədər də sığmayan belə qəliz bir əhvalatı içi Rəfi qarışıq Allahın ixtiyarına verməklə buzbulaqlılar heç şübhəsiz ən ədalətli yol seçmişdilər. Qəmər xalanın ehsanında hamı doyunca yeyib içdi, hələ yemək artıq da qaldı. Üstəlik o ehsandan 1000 manata yaxın pul da qaldı və o pulun hamısını Kor Cəfərə verdilər. Kor Cəfərin ocağa patifonu vardı. İndi Kor Cəfər priyomnik almaq fikrinə düşdü. Əskərlikdən təzə qayıtmış bir bığı burma buzbulaqlı balası o pulu götürüb Kor Cəfərə priyomnik almaq üçün 1% Bakıya yola düşdü, getdi və heç vaxt qayıtmadı. Onda 50-ci illərin təxminən əvvəlləri idi. İndi 70-ci illərin axırları. Qəmər xalanın dediyinə görə Rəfi düz 35-ci ildə və düz 17 yaşda buzbulaqdan Bakıya oxumağa getmişdi. Deməli bu hesabla Rəfinin indi 60-a yaxın yaşı olmalı idi. İndi Rəfi tarix elmləri namizədi idi, haradasa arxivdə işləyirdi, haradasa mikrorayonda yaşayırdı. Bura isə şəhərin nisbətən mərkəz yeri idi. Ölənin 40 idi və görünür bugünkü ehsana Bakıda yaşayan buzbulaqlıların hamısını çağırmışdılar. Bayırdakı böyük binanın hansı mənzilindənsə hərdən arvadların ağlaşma səsi gəlirdi. Mən bir vaxt o mənzildə olmuşdum. Tələbə vaxtlarımda mən ora buzbulaqdan bir zəmbil meyvə gətirmişdim. Qabaqca telefonla zəng elədim. Telefonda danışan rəhmətliyin özü idi. Mən o zəmbili gətirəndə qapını açan da o idi. Bəs indi mən onun sifətini niyə yadıma sala bilmirdim. Zəmbili içəriyə qoydum. Qayıdıb getmək istəyirdim, qoymadı. Xörək gətirdi, qarpız kəsdi. Kəndi ev məndən xəbər aldı. Filan kəs necədir? Filan kəs necədir? Filan çeşməni suyu gəlirmi hələ? Filan ağac filan yerdə dururmu hələ? Durur, qonşu, durur, müəllimə. Çeşmələrin çoxunun suyu gəlir. Üstəlik ağaclar yazdan yaza hələ çiçək də açır.
O çeşmələrin suyu hələ bundan sonra da 1000 il gələcək. Ağaçlar hələ bundan sonra da 1000 il çiçək açacaq. O ağaçlar olmasın, ayrıları olsun. Fərqi nədir ki? Amma yox, fərqi var deyəsən. Fərqi odur ki, o ağaçlar bizim barəmizdə heç də bilməyəcəklər. O ağaçlarda ayrı quşlar yuva salacaq, ayrı cırcıramalar cırıldayacaq və o ağaçların kölgəsi bizim həsrətimizin barı qəbristanlığı da olmayacaq ki, bu həsrətin, bu niskilin bəlkə son mənzili görünəydi. Sən məndən bizim həyətdən sizin dama eylən gilası soruşurdun. Bəlkə o gilasın dadı yadındaydı, bəlkə çiçəyi yadındaydı və bəlkə də gilası soruşmaqda tamam başqa bir məqsədin vardı. Demək istəyirdin ki, biz qonşuyuq, yaxın qonşuyuq, o qədər yaxınıq ki, birimizin gilas ağacı o birimizin damına əylir. Ancaq sən bir şey bilmirdin, bir əsas şeyi bilmirdin. Bilmirdin ki, o damda həmin o gilas ağacının budaqları altında sən bir axşam divarın dibinə qısılıb xəlvət üçün ağlayanda mən sənin səsini eşitmişdim. Sonra nə oldu qonşu? Sonra o oldu ki, sən ağlayıb inadını yeritdin. Səni əlinin oğlu Vəli ərə vermədilər. Və sənin yaşamaq ixtiyarın yenə özündə qaldı. Bərkdən danışmaq ixtiyarın, ucadan gülmək ixtiyarın, könlünə tut düşəndə tut ağacının başına dırmaşmaq, könlünə nəğmə düşəndə o ağacın başında nəğmə oxumaq ixtiyarın. Sənin yenə o gilasın budaqları altında, o damda, o divarın dibində xəlvətə çəkildiyini başqa bir axşam da yadıma gəlir. O gün sizə elçi gələnlər Bakıdan idilər. Və o axşam o gilasın budaqları altında sən xəlvət için ağlamırdın. Gizlənmişdin çünki gizlənməliydin. Çünki qayda belə idi, madam ki o elçilər sizin qapıya sənə görə düşmüşdülər, sən gərək bir yer tapıb gizlənəydin. Amma o elçilərin gəlməyi xeyli sonranın əhvalatı idi. Bundan qabaq hələ aylar vardı, illər vardı. Hələ rayon mərkəzindəki pedaqoji texnikum vardı. Buzbulaqdan rayon mərkəzinə gedən dağlı düzənli yolların yazı vardı, qışı vardı. Buzbulaq məktəbinin həyətində bir yaz fəsli budaqları salxım saralan pişpişə ağacı vardı. Bu dünyada bir qəribə şeir də vardı ki, Səfurə müəllimə Buzbulaq məktəbində bir yaz o şeiri sətir bizə öyrədirdi. Və günlərin bir günü Səfurə bacı Bakıdan o şeirin bircə misrası ilə qayıtdı. Gövsü güzeh yerdə də var, göydə də.